Dünya proseslərində elə məsələlər var ki, onları ən pis halda təxirə salmaq olar. Ancaq onlardan imtina etmək mümkünsüz olur. Çünki məhz o proseslərin əsnasında taliyə yüklü problemlər həllini tapır, digər tərəfdən cavabsız qalan suallara da artıq diqqət yönəlir. İlk növbədə indi dünyanı ən çox düşündürən əlbəttə ki, qlobal təhlükəsizlikdir və yeni nizamın formalaşmasıdır. Sözsüz ki, bax bu prosesə bilavasitə aidiyyatı olan güc mərkəzləridir, güclü dövlətlərdir. Və onların arasında əgər diyaloq alınmırsa, bu çox bir pis hal kimi xarakterizə edilir. Ən yaxşı odur ki, məhz güc sahibləri öz münasibətlərini müəyyən bir məcrada həll etsinlər, onların arasında təmaslar olsun və nəhayət diyaloq da səmərəli bir tərzdə getsin. Və nəhayət çoxdan gözlənilən Çin Xalq Respublikası Amerika Birləşmiş Ştatları münasibətlərinin yüksək zirvəli görüşü baş tutdu. Beləliklə Donald Trump, Amerika prezidenti Çin Xalq Respublikasına səfər edib və nəhayət iki liderin Xi Jinping ilə demək Donald Trump'ın danışıqları baş tutub. Salam, hörmətli tamaşaçılar. Təbii ki, bu elə bir hadisədir ki, onun aktuallığı bir gündən, bir ayla, bir illə bitməyəcək. Çünki məhz dünya liderlərinin bir araya gəlməsi bizə elə bir mətləblərdən xəbər verir ki, bəli, bir çox cavabsız qalmış sualların da artıq müəyyən bir mənada həlli tapılır. Və nəhayət danışıqlar barədə liderlərin özlərinin də münasibəti var. Ümumi şəkildə müsbət münasibətdir. Xüsusilə Donald Trump çox ilginc bir tərzdə onları xarakterizə edib, səciyyələndirib. Və o deməkdir ki, bəli, deyəsən, böhranlı vəziyyətdən bir qədər geri çəkilməyə imkanlar tapılıb. Söhbət iki dövlət arasında olan o böhranlı vəziyyətdən gedir. Çünki nə qədər ki, o liderlər görüşmürlər, demək olar ki, o arada olan hətta mifik bir uçurum görürsən ki, dərinləşir. Və nəhayət, dünyanın vacib bölgələri ilə bağlı da liderlərin öz münasibətləri bəlli olub. Bu günlər, bax, bu haqda biz studiyamızın qonaqları ilə birgə müzakirə aparacağıq. Mənim qonaqlarım Milli Məclisin deputatı Sevil Mikayılova, politoloq Sahil İskəndərov və siyasi şərhçi Nazim Cəfərsoylu. Mən sizi bir daha salamlayıram, hörmətli qonaqlar. Və istəyirəm nəzərinizə çatdırım ki, bizim Çin Xalq Respublikasında fəaliyyət göstərən Azərbaycan televiziyasının xüsusi müxbiri Afaq Cəfərova bizə indi bağlanır. Biz onun dilindən son məqamları eşidəcəyik. Biz indi Çinə bağlanırıq. Buyurun Afaq, biz sizi görürük və sizi səbirsizliklə dinləyirik. Həm gözləyirik, həm də dinləyirik. Buyurun. Bəli, çoxdan gözlənilən səfər və görüş baş tutdu. ABŞ ilə Çinin liderlərinin Pekində görüşü, hətta görüşləri keçirilir. Pekində Böyük Xalq Sarayında Donald Trump'ın rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının geniş tərkibdə görüşündə Çin Xalq Respublikasının sədri Xi Jinping 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi və əlamətdar il olacağına ümid etdiyini deyib. Xi Jinping qeyd edib ki, Çin və ABŞ zamanın suallarına birgə cavab verməlidirlər. Çinin və ABŞ-nin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur deyən Çin lideri qeyd edib ki, tərəflərin birinin uğuru digəri üçün fürsətdir. Sabit iki tərəfli münasibətlər isə dünya üçün yaxşıdır. Çinin və ABŞ bir-birinə rəqib deyil, tərəfdaş olmalı olduğunu qeyd edən Xi Jinping deyib ki, iki ölkə bir-birinə uğur qazanmaqda və inkişafda kömək etməli, eləcə də yeni dövrdə bir-biri ilə yaxşı yola getməsi üçün düzgün istiqamət tapmalıdırlar. Çin lideri Çin-ABŞ iqtisadi əlaqələrinin qarşılıqlı faydalı xarakter daşıdığını da qeyd edib, əlavə edib ki, faktlar dəfələrlə ticarət müharibələrinin qalibinin olmadığını göstərir. Çəkişmələrin olduğu yerdə bərabər hüquqlu məsləhətləşmələr yeganə düzgün seçimdir deyib. Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu qeyd edən Xi Jinping deyib ki, əgər bu məsələ düzgün həll olunarsa, ikitərəfli münasibətlər ümumi sabitliyə malik olacaqlar. Əks halda isə iki ölkə arasında toqquşmalar və hətta münaqişələr də baş verəcək ki, bu da bütün münasibətləri böyük təhlükə altında qoyacaq deyib.
O əlavə edib ki, Tayvanın müstəqilliyi ideyası və Boğazda sülhün təminatı od və su kimi barışmazdır. Prezident Donald Trump isə fantastik gələcəkdən danışıb. O bildirib ki, ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq. O, Xi Jinping'i əla lider adlandırıb. Trump Amerikalı iş adamlarının Çinlə ticarət etməyini və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib. Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankindən daha yaxşı olacaq, deyə Trump əlavə edib. Dövlət başçıları sonra Pekindəki Səma məbədini birgə ziyarət ediblər. Daha sonra isə Donald Trump'ı səfərdə müşayiət edən iri şirkətləri rəhbərləri ilə görüşüblər. Bizim çatdırmaq istədiklərimiz bu qədər. Söz təkrar sizdədir. Çox sağ olun, Afaq xanım, təşəkkür edirəm. Bəli, həqiqətən də çox dolğun bir məlumatlar gəlir Çin Xalq Respublikasından. Çünki hadisə böyük hadisədir. Digər tərəfdən dünya mediası demək olar ki, Pekinə köklənib və nəhayət tərəfləri təmsil edən nümayəndələrin də çox saylı müsahibələri, araşdırmalarının nəticələri, bunlar hamısı demək olar ki, açıqlanır. Və bayaq qeyd etdiyim kimi, əlbəttə ki, bax bu mövzu hələ uzun müddət gündəmdə qalacaq. Çünki Pekində demək olar ki, elə ilin əsas hadisələrindən biri baş vermişdir. Seyid xanım, təbii ki, ilk növbədə diqqəti özünə çəkən münaqişəli vəziyyətlərdir. Sonra o çox sırf problematik tərzdə gedən proseslərdir. Yəni, Çinlə Amerika arasında olan münasibətlərin son dövrünü biz görürük ki, enişli yoxuşlu sözün əsl mənasında münasibətlərdir. Və digər tərəfdən də hələ Donald Trump birinci özünün prezidentlik dönəmində çox sərt bir qərarlar verirdi. İkinci dönəmdə isə artıq demək olar ki, iqtisadi müharibələrin başlanmasından artıq xəbər verdi özü və tariflər məsələsi meydana gəldi. Və nəzərə alsaq ki, yəni iki tərəfli ticarətdə Çinlə Amerika arasında bütün saldo, bütün balans göstərən əmsallar hamısı Çinin xeyrinədir. Yəni Amerikanın, xüsusilə də Donald Trump'ı bu qane edə bilməz. Deməli, bax, bu səfər əsnasında da həm də Amerika Birləşmiş Ştatlarının lideri çalışmalı idi ki, vəziyyəti köklü sürətdə bir qədər Amerika Birləşmiş Ştatlarının xeyrinə dəyişsin. Nə dərəcədə ümumiyyətlə bu əl çatan bir məsələdir Vaşinqton üçün? İlk növbədə Tofiq müəllim, bu həqiqətən tarixi bir səfərdir. Biz nəzərə alsaq ki, 2017-ci ildən 9 ildir, yəni ki, Birləşmiş Ştatlar və Çin arasında dünyanın iki nəhəng dövləti, nəhəng iqtisadiyyatı, gücü, yəni bu cür ölkələr arasında belə yüksək səviyyəli bir summit keçirməmişdi, yəni görüş olmamışdı onların rəhbərləri səviyyəsində. Niyə görə tarixidir? Ona görə ki, siz də çox gözəl vurğuladınız ki, Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlər həqiqətən də enişli yoxuşludur. Və bunun da kökləri, səbəbləri və argumentləri var. İlk növbədə bunlar hər ikisi, hər iki dövlət dünyanın aparıcı iqtisadiyyatlarıdır. Birinci yerdə gəlir Birləşmiş Ştatlar, 32 trilyondan çoxdur. Onun ümumi daxili məhsulunun həcmi və ikinci yerdə 20 milyarddan biraz çox, 21 milyard da deyə bilərik, Çin Xalq Respublikası gəlir. Və ənənəvi olaraq onlar arasında belə bir rəqabət formalaşırdı. Təbii ki, söhbət kapital, pul, dünya bazarları, istehlak bazarlarına yiyələnmək və dünyada hakim mövqeyə sahiblənmək kimi bir istəkdən gedir ki, bunu da yəni onların baxış bucağından baxsaq təbii qəbul edə bilərik. Hələ 1971-ci ildə Nixon söylüyordu ki, Çin böyük bir nəhəng ölkədir və onun əhalisi o zaman dünyanın 1/4-ni təşkil eləyirdi. Və o məsləhət görürdü ki, belə bir ölkə ilə mütləq şəkildə strateji, müttəfiqlik əlaqələrini yaratmaq lazımdır. Yəni, baxın, o konfrontasiya, rəqabətə dartmırdı. O, sadəcə olaraq münasibətlərin əməkdaşlıq rəhnini əsas gətirirdi və 1971-ci ildə elə Henry Kissingerin bu ölkəyə səfəri və orada bugün həmin məbədə səfər də etdilər. Orada formal münasibətlərin qurulması, yəni onun təməlini qurdular. Bu isə... Üzr istəyirəm sizdən, Seyid xanım, yəni gəlin biz dəqiqləşdirək tamaşaçılarımızın bir daha yadına salaq ki, faktiki olaraq həmin o layihənin belə deyək də, müəllifi Henry Kissinger idi. O təklif edilmişdi Richard Nixona ki, burada Sovet İttifaqı amili var deyə biz gərək Çinlə yaxınlaşaq və ona qarşı bir uniya quraq. Bax, o məsələ məhz
70-lərin əvvəlində baş vermişdi. Yəni siz təbii ki, bu haqda xəbər verdiniz. Mən istədim bir Bəli. qalacaq xırdalayaq ki, qarşıya çıxaq ki, tamaşaçılarımız həm də yada salsınlar. Eyni zamanda onu söyləmək istəyirəm ki, yəni biz münasibətlərin əslində bugün hansı situasiyada baş verin, daha doğrusu səfərin ətrafında baş verən siyasi səhnəyə baxsaq, kifayət qədər qəlizdir. Biz bugün Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərin gərginlikdən düşmə tempini görürük. Yəni bu səfər onu göstərir. Çünki bundan əvvəl 100%-dən artıq tariflərin tətbiq olunması, Birləşmiş Ştatlar ilk növbədə tətbiq etdi bunu Çinə qarşı və Çin də öz növbəsində Birləşmiş Ştatlara qarşı eyni güzgü prinsipi ilə həmin addımı atdı. Amma nəticə heç də Birləşmiş Ştatların xeyrinə olmadı. Çünki əgər baxsaq biz Çin Xalq Respublikasının eksport bazarı Birləşmiş Ştatlar üçün yenə də böyük olaraq qalır. Çünki Çin istehsalçı ölkədir. Çin xammal ehtiyatlarına malik olan ölkədir. Çin daima müharibə yox, daha çox iqtisadiyyata köklənmiş bir ölkədir və bütün bu üstünlüklər, əhali sayının çox olması, işçi qüvvəsinin ucuz olması və s. bu kimi amillər təbii ki, bu mübarizədə Çini biraz dominant vəziyyətə gətirib çıxardı. Amma səfərin baş tutmasını bəziləri İran faktoru ilə əlaqələndirir. Çoxları gözləyirdi ki, yəni bildiyiniz kimi Yaxın Şərq problematikasından əvvəl, yəni baş vermiş böhrandan əvvəl əslində planlaşdırılmışdı Trumpın səfəri Pekinə, amma sonra isə ertələndi və bunu söylürdülər ki, Birləşmiş Ştatlar İran məsələsində müəyyən özü üçün güclü kart əldə etmək istəyir və Çinə gedəndə mövqeyini daha da möhkəmləndirmək istəyir. Çünki iqtisadi anlamda Çinə təzyiq göstərmək mümkün olmadı. Yəni bu biraz belə deyək, axsadı bu məsələdə. Yəni belə deyək də, vurğu geosiyasi müstəviyə keçdi. Bəli. İqtisadiyyən. Bəli, çünki Çin İranın çox yaxın strateji tərəfdaşıdır. Yəni bu bir mənalıdır və sanksiyalardan yəni İranın yayınması üçün və yaxud da belə deyək ki, sanksiyaların İrana çox təsir göstərməməsi üçün Çin ona bir mənalı şəkildə dəstək göstərən ölkələrdən birincisidir. Və məhz İranı zəiflətmək üçün təbii ki, Çinlə də müəyyən mənada danışıqlara getmək lazımdır. Amma necə getmək lazımdır? Təzyiq vasitəsilə və yaxud da ki, danışıqlar vasitəsilə, dostcasına. Amma bugün yəni danışıqlar aparılmış, görüşün nəticələri və orada az əvvəl sizin müxbiriniz də səsləndirdi. Hər halda dostumdur. Biz qərar verdik ki, münasibətlərimizi inkişaf edərək, yəni bu rəhində başa çatması danışıqların hər halda bugün üçün olan yəni son xəbərlər budur. Düşünürük ki, bu müəyyən mənada Yaxın Şərqdə, Avrasiyada gərginliyin azaldılmasına aparıb çıxara bilər. Bəli. Digər tərəfdən, elə siz İran mövzusunda toxundunuz, Rubio artıq çox bir sərt bəyanat verib. O bildirib ki, yəni faktiki olaraq Donald Trump'ın dilindən bunu hardasa danışır, deyir ki, güya Çin tərəfinə bildirilib ki, əgər onlar İrana dəstəklərini artırsalar, onda bizim başqa bir sərt mövqeyimizdə yanaşmamızla üzləşməli olacaqlar. Yəni biz güya bu xəbərdarlığı etmişik. Belə çıxır ki, deməli Donald Trump artıq üz-üzə Xi Jinpingə bu məsələni deyib. Yoxsa bu olmasaydı bu söhbət, mən elə gəlir ki, Marco Rubio bu məsələni gündəmə gətirməzdi. Burada bir neçə məsələ var. Burada bir neçə məsələ var. Birincisi İran məsələsinin gündəmdə olması şəksizdir. Ukrayna məsələsini və Cənubi Koreya məsələsinin gündəmə daxil edilmiş top məsələlər siyasətində olduğu göstərilir. Yəni təbii burada iqtisadi amillər, bildiyiniz kimi böyük nümayəndə heyətinə gəlib, biz bunu az sonra yəqin ki müzakirə edəcəyik. Amma ilk növbədə göstərdikləri bu üç geosiyasi məsələlərdir ki, yəni Trumpın portfolyasında, onun papkasında gedən əsas məsələ Şimali Koreya, sonra həm də Tayvan məsələsi burada da var, təbii. Təbii. Tayvan məsələsi ilə bağlı artıq Xi Jinping öz bəyanatını veribdir və bu məsələdə Pekinin mövqeyinin dəyişməz, sərt və bir mənalı olduğunu bəyan edibdir. Amma o ki qaldı Marco Rubio'nun açıqlamasına, mən düşünürəm ki, bu sadəcə olaraq bir belə deyək də diplomatik görüntü yaratmaqdır. Mən düşünmürəm ki, Çinə bu və ya digər şəkildə hansısa bir formada təzyiq göstərmək mümkün olsun. Hər halda diqqətlərinə çatdırıblar yəqin ki, belə bir fikri ki, yəni azalın və diqqətinizi İrana azalın. Bizə bu lazımdır. Hər halda indi Hörmüz boğazındakı vəziyyət, digər tərəfdən
sonra Amerikanın tətbiq etdiyi blokada o istər-istəməz bütün dünya ticarətinə mənfi təsirini göstərir və Belə bir göstərəcək. belə bir xahiş var ki, İranla Hörmüz boğazı ətrafındakı vəziyyətin yüngülləşdirilməsi, yəni blokadanın aradan qaldırılması üçün bir yardım göstərsinlər. Bəli, və həm də ki, belə səfərlər zamanı, yəni komandalarda təmsil olunan nümayəndələrin də özü, demək olar ki, tutduqları mövqeyə görə artıq özünə məxsus bir mesajlar ötürür. Yəni biz gördük ki, Donald Trump Amerika Birləşmiş Ştatlarından çox böyük bir şirkətlərin nümayəndələri ilə gəlib. Orada dünya maliyyə, belə deyək, institutlarının rəhbərləri var. Elon Musk, bəli, qlobal şirkətlərin, yəni transmilli şirkətlərin nümayəndələrinin orada təmsil olunması onu göstərir ki, yəni Amerika Birləşmiş Ştatları sırf geo-iqtisadi müstəvidə yeni bir münasibətlərə, yeni bir dönəmə hazırlaşır. Gəlin, bax, biz indi Xi Jinping'in açıqlamasını dinləyək, diqqət edək. Çin və ABŞ zamanın çağırışlarına birlikdə cavab verməlidir. İki ölkə arasında ortaq maraqlar fikir ayrılıqlarından daha çoxdur və tərəflərdən birinin uğuru digəri üçün də fürsət hesab olunmalıdır. Sabit Çin-ABŞ münasibətləri dünya üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də Çin və ABŞ rəqib deyil, tərəfdaş kimi çıxış etməli, bir-birinin inkişafına dəstək verməli və yeni dövrdə əməkdaşlıq üçün düzgün istiqamət müəyyənləşdirməlidir. Ümid edirəm ki, 2026-cı il Çin-ABŞ münasibətləri üçün tarixi və əlamətlər il olacaq. Tayvan məsələsi isə Çin-ABŞ münasibətlərində ən mühüm məsələdir. Əgər bu məsələ düzgün həll olunarsa, münasibətlər öz sabitliyini qoruyacaq. Əks halda isə iki ölkə birbaşa toqquşma və hətta münaqişə riski ilə üzləşə bilər. Tayvanın müstəqilliyinə yönələn addımlar regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir. Əslində çox, mən deyərdim, nikbin bir bəyanatdır, açıqlamadır. Çünki faktiki olaraq rəsmi Pekin bu sözlərlə, bu fikirlərlə demək olar ki, Vaşinqtona sülh planını təqdim edir və əməkdaşlıqla dialoqun davam etdirilməsini üstün sayır. Bu nə deməkdir, Sahil müəllim? Yəni, faktiki olaraq qarşılayan tərəf, ev sahibi, bir növ bir uyğun bir situasiya formalaşdırır. Yəni, bədbinliklə yox, nikbinliklə qarşılayır bütün bu görüşlərin hamısını və nəhayət bildirir ki, yəni bu hadisə bu gündən sonra daha yüksək zirvələrə çıxmağa imkan yaradacaq. Amma tək ki, dialoq qırılmasın və münasibətlər saxlanılsın. Baxmayaraq ki, ziddiyyətlərin də çoxluğu diqqət çəkir. Həm hörmətli Sevil xanım, həm də siz elə bir çox məqamlara toxundunuz, maraqlı icazənizlə mən əlavə edim. Birinci onu deyim ki, o bəyanatlarla bağlı, əslində bilirsiniz də Toxman, belə zirvə görüşlərində, belə sammitlərdə əsas məsələlər, hətta qıcıq doğuran məsələlər heç də bu bəyanatlarda verilmir. Bəyanatlar daha çox nikbin kontekstdə verilir. Çünki bu bəyanatlar yalnız iki dövlət üçün deyil, bu beynəlxalq aləm üçündür. Amma pərdə arxası yox, belə deyək də, iki tərəfli, o belə deyək də, daha çox geniş ictimaiyyətə açıqlanmayan əsas məsələlər oradadır. Orada ab-havanın, atmosferin necə olduğunu hələ biz bilmirik. Və yeri gəlmişən, hətta orada bir sıra önəmli və tarixi razılaşmalar əldə olunarsa, bunun nə vaxta qədər davam edəcəyi də böyük sual altındadır. Niyə? Çünki burada birbaşa geosiyasət hamili var, Tofiq müəllim. Geosiyasət hansı elmdir? Dünya ağalı uğrunda elmdir. Yəni, son 30 illərdə Amerika Birləşmiş Ştatlarının vahid, yeganə fövqəl dövlət kimi olması, konkret olaraq elə dünya hökmranlığı kimi bir işdir. Amma indi son müddət artıq bu vəziyyət pozulmağa başlayıb. Niyə görə? Yeri gəlmişəm, Marco Rubio'nu dediniz. Marco Rubio elə təyyarədə uçarkən Amerika belə deyək, telekanallarından birində verdiyi müsahibədə görün nə deyir? Deyir, Çin böyük dövlətə çevrilir. Çin indən sonra da inkişaf edəcək. Amma bizim ola bilsin ki, o bəzi inkişaf məsələlərində onların hərəkətləri, onların addımları, onların inkişafı bizim maraqlarla üst-üstə düşməyəcək. Bizim maraqlarla toqquşacaq. Bu nə deməkdir? Burada hörmətli Sevil xanım dedi, geosiyasət nədir? Bütün bu dövlətlər arası münasibətlərin kökündə nə dayanır? Rəqabət. Bəli, ucuz işçi qüvvəsi, resurslar, dünya bazarları. Hətta məşhur Helford Mackindir, o üzr istəyirəm, o Heartland'in o belə deyək də banisi. O konkret, təsəvvür edin ki, geosiyasi məqam, o əslində ticarətin inkişaf olduğunu göstərirdi. Amma bunun özünü pisləyirdi. Çünki deyir, ticarət kontekstində azad bazarla orada gedən müharibələrə gətirib çıxarır. Bax, hər şeyin kökündə bu da. İndi burada sadalandı. Baxın, həmin tariflər məsələsindən sonra indi iki dövlət sonra doğrudur.
hərəsi, yəni Donald Trump'ın tarix savaşından sonra, tarix müharibəsinin başlaması Çinlə bir qədər geri çəkildilər, orada müəyyən güzəştlərə getdilər. İndi təsəvvür edin ki, hazırda indiki səfərdən əsas gözlənti bilsiniz nədir? Hər iki tərəf 30 milyard dollarlıq da belə mallar üzrə, məhsul üzrə də bir iki tərəfli tarif belə yumşaldılmalarına gəlib çıxsınlar. Yəni bir-birinə belə deyək də tarif rüsumlar qoymasınlar, artırmasınlar. Baxın, Amerika Birləşmiş Ştatları ilə Çinin ümumdünya məhsulu, məcmu ümumdünya belə deyək də məhsulunun həcmi dünyanın qlobal ÜDM-in 1/3 qədərdir. Keçən ilin ümumiyyətlə dünya ticarətinin ümumi çəkisində bu iki dövlətin payı 20% olub, yəni bir yerdə. Görün bu nə deməkdir? O ki qaldı, indi gəldiyi Hörmüz məsələsi. Sözsüz ki, burada İran məsələsi var. Çünki bilirsiniz necədir? Baxın, burada qeyd olundu. Əgər indi deyirsiniz Marco Rubio deyir ki, belə olsa biz belə eləyəcəyik. Onda sual olunur. Əfqanistanla siz bacara bilmədiniz, son məqamda qoydunuz, çıxdınız. Bütün dünya gördü ki, İranla siz nə qədər dərinləşsiniz, çünki belə deyək də bir qırmızı xətt var da, oradan önə gedə bilmirsiniz. Çünki artıq bu birbaşa sizə də zərbə vurur. Yaxşı, indi üzr istəyirəm, yəqin razılaşarıq ki, Çin İrandan qat-qat güclü dövlətdir də. Çinin 600-dən çox nüvə başlığı var. Və burada Tofiq müəllim, mən bir şey də istəyirəm, bir məsələyə diqqət çəkək. Bu Çinlə Amerika Birləşmiş Ştatlarının hazırda yaxınlaşma məqsədi, yaxınlaşma niyyəti, o heç də təsadüfi və yaxud da ki, situativ bir anlam deyil. Üzr istəyirəm, yəni bir hakiyə çıxım mən, Salim müəllim. Burada dünyanın ən aparıcı analitikləri deyirlər ki, faktiki olaraq bəli, münasibətlərdə gərginlik var Pekinlə Vaşinqton arasında. Amma bunlar həm də anlayırlar ki, dünyanın yeni bölgüsünü bunlar təmin etməlidirlər. Bax, bu məsələdə bunlar konsensus tapmalıdır. İndi mən ona gəldim, siz mənim elə dilimdən götürdünüz bunu. Baxın, 2000-ci illərdə mərhum Zbigniew Brzezinski, biz bilirik də G7 var, G7 var, yəni böyük 7-li, böyük 8-li. O vaxtı məhz Zbigniew Brzezinski belə bir təklif qoydu ortaya. G2 plus. G2 kim idi? Yəni Amerika Birləşmiş Ştatlarla Çin və plus da digər ölkələr. Bu layihə o vaxt çıxmışdı ortaya. Bu təklif var idi. Doğrudur, bu sonra çox geniş bir vüsat almadı. Sözsüz ki, niyə? Çünki istəyir Çin olsun, istəyir kim olsun. Tofiq müəllim, əgər sən istənilən halda dünyanın belə deyək də söz sahiblərindən birisənsə, sən heç vaxt razılaşmazsan ki, sən kiçik partnyor rolunda çıxış eləyəsən. Əlbəttə, yəni onların özünə görə çəkiləri var, geostrateji çəkiləri üstündür. Bir də bir məsələ var. Və onlar öz səviyyələrində münasibətlər əldə etməlidir. Bir də bir məsələ var, Tofiq müəllim. Bu tarixi faktı, indi ola bilsin çoxları ya fikir verməyib, ya məsələn bunu yaddan çıxarıb. Vaxtilə Moskvanın belə bir təklifi var idi. Kontinental dövlətlərin, 3 kontinental dövlətin mehvərini yaratmaq. Almaniya, Rusiya, Çin. Və əslində özə söhbət yalnız Trumpdan getmir. Amerika Birləşmiş Ştatlarının dərin dövlət strategiləri Rusiya ilə, belə deyək də, Almaniyanı qarşı-qarşıya qoymaqla, onların arasında nifaq salmaqla. Yəni o mehvərin bir hissəsinin gündəmdən çıxartdılar. İndi ikinci gündəm məhz bu dəqiqə Çinlə Rusiya arasında elə bir ki, Rusiyanı kənarda qoyub Çinlə Amerika Birləşmiş Ştatlarının o siz dediniz yeni dünya nizamının formalaşdırılmasında əsas söz sahibi olmaları da. Amma Rusiya kənarda qalacaqmı? Təsadüfü deyil ki, o siz təsadüfdür sizcə. Elə bu səfərdən 1-2 gün qabaq Donald Trump dedi ki, istisna deyil ki, mən elə bu il Rusiyada səfər edəcəm. Bu var. Peskov da dedi ki, biz gözləyirik ki, gəlsin. Yox, onu elə belə demədi də Nazim müəllim. Bu elə belə deyil də. Keçən Lankovic Pekin, indi Moskva Soçi olacaq. Az qalır. Yox, indi baxın Tofiq müəllim, nə baş verir? O ki, qaldı İran məsələsinə. Mən düşünmürəm ki, İran məsələsində Çin hansısa konkret belə deyək də addım atıb İranın maraqlarına toxunan, yəni İranın indi ortaya qoyduğu mövqeyə toxunan addım atır. Niyə? Çünki belə deyək, Amerika... Gəlin bir qədər gözləyək. Birazdan biz həm İran məsələsinə toxunarıq. Yaxşı, oldu, problem deyil. Həm Azərbaycanın da mövqeyinə toxunarıq. Nəyə görə? Çünki faktiki olaraq həm Amerika Birləşmiş Ştatlarından bizim tərəfdaşlığımız var, həm Çinlə strateji tərəfdaşlıq biz. Digər tərəfdən də burada orta dəhlizin məsələsi var. Zəngəzur dəhlizinin özünün xüsusi mahiyyəti var ki, ona həm Çin Xalq Respublikası münasibət bildirib, həm də Amerika Birləşmiş Ştatları. Yəni burada bizim də belə deyək də çox əlverişli üstünlüyümüz var ki, biz çalışırıq ki, onlar da daha böyük əmsallar versinlər. Birazdan biz bu məsələyə toxunarıq.
Mən istərdim ki, bax indiki məqamda biz həm də Donald Trumpın özünün münasibətini eşidək, bilək. Diqqət eləyək. ABŞ və Çinin birlikdə fantastik gələcəyi olacaq. Prezident Xi Jinping əla liderdir və onunla görüşməkdən məmnunam. Amerikalı iş adamları Çinlə ticarət etməyi və burada biznes qurmağı səbirsizliklə gözləyirlər. Bu görüşün indiyədək keçirilən ən böyük zirvə görüşlərindən biri olduğunu deyirlər. Sizin dostunuz olmaq mənim üçün şərəfdir. Çin və ABŞ arasında münasibətlər əvvəlkindən də yaxşı olacaq. Ümumiyyətlə, biz əgər Donald Trumpın Amerika prezidenti olaraq son dövrdəki bir il ərzində, il yarım ərzində dediyi, səsləndirdiyi fikirləri eşitsək, nəzərə alsaq, ümumi yəqin ki, belə deyək də, nəticə o olar ki, bu adam həddən artıq böyük bir nikbinlik nümayiş etdirir. Digər tərəfdən bunun üçün həlli olmayan məsələlər yoxdur və özü də anlayır ki, bu istənilən səddi çox yüngüllüklə aşa bilər. Nazım müəllim, bax, növbəti dəfə Donald Trump həqiqətən də ümidverici, sonra insanlarda artıq səksəkə yox, ümid yaradan bir bəyanatı səsləndirib. Biz dəqiqəsindən indi eşitdik onu. Necə bilirsiniz, bu ümumiyyətlə populizmə aiddir yoxsa yox? Ya da ki, bəlkə elə Donald Trump bir dünyanın nəhəng liderlərindən biri olaraq çalışır ki, insanların ürəklərində o son ümidləri də məhv etməsin, əksinə onları yaşatsın. Ya doğrudan da bu belə görür, bu tərzdə görür Çin Xalq Respublikasına münasibətlərinin gələcəyini. Bilirsiniz, bunun həm psixolojik, həm daxili siyasət, həm qlobal, həm də iki tərəfli perspektivdən izah edilə biləcək tərəfləri var. Əvvəla, Trump iş adamıdır. O baxımdan bir iş adamı üçün, biznesmen üçün, yəni siyasətçidən öncəki o biznesmen üçün getdiyim bir görüşdə anlaşma əsas təməl prinsipdir. Yəni, mən bir görüşə gedirəmsə, orada nə qazanc əldə edəcəyimə baxaraq və oradan qarşı tərəflə razılaşaraq çıxma. Bu, bütün iş adamları bir yerə, bir iş görüşməsinə gedəndə orada mən gedib necə dava eləyib qaydacam deyə baxmırlar. Nə qazanıb qaydacam ona baxırlar. Məsələn, bu tərəfindən Trumpda bu şəxsi keyfiyyət baxımından, fərdi baxımdan Trump üçün bu görüşün birinci mahiyyəti odur. Biraz əvvəl dediyiniz izahı bununla əlaqələndirmək olar. Birinci səbəb bu. Digər tərəfdən, adətən bu cür görüşlərdə başdan etibarən Trumpın strategiyası sadəcə Çinlə bağlı deyil, Rusiya ilə də bağlı, İranla da bağlı, başqa məsələlərlə də bağlı. Hətta Qəzza məsələsində də ilk ortaya qoyduğu şey nədir? Pozitiv tonlarla məsələyə yanaşmaq. Niyə dava ilə? Hətta zaman-zaman bunu reaksiya edir. Niyə müharibə edirsiniz? Gəl hamımız qazanaq. Xarici siyasətə baxışı da burada özünü orada göstərir. Yəni, pozitiv tonlarla yanaşma. Çin səfəri digərlərlə müqayisədə çox daha böyük. Biraz əvvəl burada həmkarlarım geniş şəkildə onun mənalarının müxtəlif istiqamətləri üzərində durdular. Bu mənada Çinə ilk görüşməsi də, yəni bu yeni dönəmdəki ilk görüşməsi də, ilk səfəri də pozitiv tonlarla başlayıb bu mənada. Üçüncü motiv burada ondan ibarət ki, Trump administrasiyasının içərisində Çinə baxışla bağlı iki ana yanaşma var. Bu yanaşmalardan biri Çini fokusumuza alıb, onu önümüzə alıb, bütün xarici siyasətimizi ona görə tənzimləmək. Digəri, xeyr, Çinə gedənə, yəni birbaşa Çini yox, onun ətrafını öncə, belə deyək də, mühasirə altına alacaq, onun manevr imkanlarını azaldacaq şəkildə hərəkət edib, ondan sonra bu prosesə başlamaq. Məsələn, Venezuela müdaxilə bu ikinci yanaşmanın, Mark Rubio tərəfdarlarının yanaşmasıdır. Ya da İrana yanaşma, İranla müharibə ilə danışaq, onu Çinin qolun qanadını qırma prosesində hərəkət edək, bununla bağlı yanaşma. Amma digər tərəfdən Çini fokusa alıb məsələyə işləyən bir başqa çox ciddi bir güclü damar var. O da nədir? Hal-hazırda vitse-prezident səviyyəsində özünü təzahür edən Vance, biz Çinlə, bizim işimiz əsas Çinləndir. Bu çərçivədə Ukraynaya yanaşmaya da bu çərçivədə baxmalıyıq. Biz Rusiyanı Çinin yanına itələməli deyilik, onunla anlaşmalıyıq və Çini bu mənada Çini fokusumuzu alıb əsas təhlükə kimi bütün güclərimizi ona fokuslamalıyıq. Hətta Vance'in İrana yönəlik müdaxiləyə, müzakirə tərəfdarı olaraq yanaşması da bundan irəlidir. Bizim gücümüz Çin istiqamətində, Asiya istiqamətinə fokuslanmalıdır. Biz İrana fokuslandığımız zaman bu məsələ yaddan çıxır. Amma indi görünən odur ki, Trump'ın bu səfərində bu iki yanaşma tərəfdarları
həm İran məsələsi kontekstində, həm Çin səfəri kontekstində müəyyən uzlaşma variantları axtarırlar. Çin səfərində də bunun izlərini görə bilirik. Bir başqa məqam burada bəlkə vurğulamamız gerəkən, təbii ki, bu ilk səfər, burada verilən mesajlar, hər iki tərəfin verəcəyi mesaj çox önəmlidir. Bu ABŞ tərəfinin mesajları. Bir də Çin tərəfinin mesajlarına, biraz əvvəl qeyd edilən mesajlara iki məqamı qeyd edərək, bəlkə bu sualın bu hissəsini hansılar gedir? Birinci məqam ondan ibarətdir. Şübhəsiz ABŞ-da xarici siyasətdə Çinə necə baxışının qarşılığında da Çində ABŞ-a necə baxmaqla bağlı da yanaşma var. Burada da hər nə qədər Çin qapalı sistem olsa da, o Çin ekspertləri, Çin şünaslar məsələyə baxanda orada iki xətti diqqətli şəkildə görürlər. Bunlardan birincisi nisbətən daha sərt kurs tərəfdarı kimi görünən İvan, Çin Xarici Nazirliyi. Bir də devlət İranın, Çinin devlət başkanının muavini Trump'ı Çində, Pekində, hava limanında qarşılayan xan, devlət muavini. Bu gənc xəttdən filan, o da daha çox ABŞ-la daha pragmatik münasibətlər qurma məsələsini ortaya qoyur. Yəni işarələrdir də bunlar hamısı özünə məxsus işarə və göstəricilərdir. Bu qərar vermək çünki hətta protokol sahəsində belə bu tərz görüşlərdə, sonra sammitlərdə istənilən detal nədənsə xəbər verir. Bu mesajdır. Yəni Van'ı göndərdiyin zaman mən səndən sərt kurs yanaşması üzərindən danışacağım olur, amma Xanı göndərəndə biz işbirliyinə açığıq mesajı verilmiş olur. Çünki bu qarşı tərəfdən də elə algılanır. ABŞ da deyir ki, bax, demək ki, bu məndən pazarlığa atırmağa çalışır. Burada ikinci məsələ, bilmirəm onu redaktorlar bura verirlərmi? CP-nin açıqlamalarında çox maraqlı, həm tarixi, həm fəlsəfi, həm də beynəlxalq münasibətlər və strateji baxımından da çox maraqlı bir mesaj vardı. Deyir, ABŞ-la Çin Fukidid ya da Tukidid tələfinə düşməməlidir. Bu çox maraqlı bir şeydir. Xırdaca bundan bağlı da icazə versəz. İcazə verin, onda biz öyle sizin indi dilə gətirdiyiniz o tezisi biz indi eşitdirək. Həm sizə, həm də bizim tamaşaçılara. Mən hesab edirəm ki, ABŞ və Çin Fukidid-Tukidid tələsinə düşməməlidir. ABŞ və Çin münasibətləri idarə olunan əməkdaşlıq səviyyəsində saxlamağa nail olmalıdır. Əks halda nəticə hər iki ölkə üçün faydalı olmayacaq. Bəli, bax, biz eşitdik, bu Xi Jinping'in demək səsləndirdiyi çox vacib bir fikirdir. Yəni, o da öz növbəsində gələcək münasibətlərə çox böyük nikbinliklə baxır və bildirir ki, faktiki olaraq aramızda uçurum yaranmasın deyə biz gərək birgə bəzi təhdidlərin qarşısını alaq. Yəni, bu mesajın mən deyərdim, məğzi məhz bax bu fikirdir. Əslində, Tukidid tələsi ya da Fukidid tələsi hər iki şeydə var. Çünki niyə? Köhnə Yunan bu alimidir, daha doğrusu devlət adamıdır. Məşhur Peloponnes müharibələri tarixinin yazarıdır. Peloponnes tarixin yazarıdır, strategdir və hərbiçidir. O dövrdə o kitabında Afina ilə Sparta arasındakı mübarizəni yazır və onun Tukidid tələsi Qərb mətbuatında, Qərb literaturunda, ədəbiyyatında Tukidid deyə keçilir. Bizim ədəbiyyatda tarixi olaraq Fukidid deyə ki olur. Mən ona görə ikisinin də vurgulanması çox olur, yaxşı olur. Birləşdirib, simbiyoz yaradır, özünə məxsus. Tələsi sözü əslində Fukidid tələsi çox maraqlı, birbaşa Amerikan qərar vericilərinə və Amerikan strategilərinə və Amerikan dərin dövlətinə hədəflənmiş bir terminologiya. Nədə? Çünki Tukidid tələsi terminologiyası, bu terminologiyanı müasir beynəlxalq münasibətlər və strategiya sahəsinə gətirən Harvard Universitetində çox əhəmiyyətli bir alim Gray Allisondur. Gray Allison çox ciddi şəkildə 2011-ci ildə Harvardda bir proyekt başladır. Tukidid tələsi və bunu dünyadakı son 500 ildəki qlobal güc mübarizəsində 16 case üzərindən təhlil edir. Və orada deyir ki, burada məsələni, yəni Afina, qədim Afina və Spartadakı mübarizəni gətirir ora və daha da maraqlısı, onu gətirir ABŞ-Çin münasibətlərinə. Nədir burada ana fikir? Deyir ki, dünyada iki güc var. Dominant güc, yüksələn güc. Bunlar arasında son 500 ildə 16 hadisənin 12-sində müharibə çıxıb. 4-ündə müharibə olmayıb, əməkdaşlıq olub. Bu 4 hadisənin əslində 3-ü də müasir 20-ci əsrin
hadisələrdir. Bir dənə xatırladım, icazə vaxtım varsa bu məqam üzərində durum. Qısaca. Yekunlaşdırın bir. İngiltərənin öz dünya liderliyini 1920-lərdən və daha sonraki prosesdə 2-ci Dünya müharibəsində sonrasında davam elədi. ABŞ-a devr eləməsi, ortaq mədəniyyət və artıq qlobal güc İngiltərə deyil ABŞ. İkinci, Sovet ABŞ soyuq müharibəsi. Burada birincidə yumuşaq keçid oldu. İkincidə soyuq müharibədir, isti müharibədir. Soyuq müharibə dediyimiz şey oldu. Bir nümunə də var. Yüksələn Almaniyaya qarşı İngiltərə və Fransanın 1-ci Dünya müharibəsindəki mübarizəsi. Bu üç təmsil üzərindən hal-hazırda həm də terminologiyada çox əhəmiyyətli seçilir. Tüküdə tələsi Amerikan stratejik ağlının ortaya atdığı və aktuallaşdırdığı bir məsələdir. Xi Jinping onun üzərindən məsələyə yanaşdığı zaman əslində biz sizin dilinizlə danışmağı bacarırıq, danışa bilərik. Orada Alenson'la vurguladığı odur ki, biz anlaşmalıyıq. Amerikan terminologiyası ilə, Xi Jinping'in bu arada bilirsiniz, Amerikan keçmişi də var. Yəni Amerikada da bir müddət yaşayıb, orada ilk səfərləri çox daha əvvəl olub. Amerikan literaturasında o dövrdə və daha sonraki proseslərdə Xi Jinping ABŞ-la münasibətlərdə ən uyğun fiqurların biri kimi, hətta birincisi kimi xarakterizə edilib zamanında. Bu mənada baxdığımız zaman əslində o mesajın özü və verilən mesajda. Çin tərəfindən də bu məsələyə biz razılaşa bilərik. Amma buradan son bir cümlə, bəlkə daha sonra davam edərəm. Son bir cümlə. Amma bu demək deyil ki, bu görüş hələ tərəflərin biz nə edəcəyik kontekstində, belə deyək də bir ön görüşməsidir, müzakirəsidir. Tərəflər bir-birini şeylədir. Əgər bu görüşlərdən sonra, mən bu görüşlərdə Tayvan məsələsi ilə olsun, İran məsələsi olsun, Hürmüzlə bağlı məsələ olsun və Ukrayna olsun. Bunlarla bağlı məsələnin həllini gözləmirəm. Amma nə gözləyirik? Buradan çıxan mesajlar gözləyirik. Məsələn, bundan sonra ABŞ analitikləri, ABŞ stratejiyenləri dönüb dolaşıb Çinə döşəməyə başlasalar, yeni gömrük tarifələri gündəmə gəlsə, Trump'ın Moskvaya səfəri ilə bağlı hazırlıqlar sürətlənsə, o zaman bizim qarşımızda bu görüşün o qədər də yaxşı keçmədiyi ilə bağlı məsələlər çıxacaq qarşımıza. Əlbəttə. Bir dənə son cümlə ilə, bir nevi Kissingerin Çinə etdiyi səfəri Trump'ın Moskvaya etməsi ilə rolların dəyişə biləcəyi yeni bir konfigurasiyada ortaya çıxa bilər. Amma bu uzun məsələdir, bu orada vəsil. Yox, təbii ki, burada indi həqiqətən də hamı bir mənalı şəkildə etiraf edir ki, bu iki figurant, bu iki ölkə həqiqətən də indi ağır çəkilir. Oyunçulardır. Üzərlərində çox böyük yük var. Tək iki tərəfli münasibətlərlə bağlı deyil bu. Dünya nizamı ilə də bağlıdır. Sonra həmin o siz buyurduğunuz qaynar nöqtələrlə də bağlıdır. Müharibələrə son qoymaqla da bağlıdır və nəhayət hətta bu iki dövlətin də birbaşa müharibəyə çıxması variantını da təxmin edənlər var idi ki, onların arasında müharibə ola bilərmi yoxsa yox? Yəni Sakit Okean bölgəsində vəziyyət çox gərgindir. Amerika Birləşmiş Ştatları hələ bu məsələ aktualdır, onu istədiyim. Aktualdır, bəli. Amma burada bir şey var da. Hər halda Çinin ötən əsrin 70-ci illərindən bəri dirçəlməsinin səbəbkarı da Amerika Birləşmiş Ştatlarıdır. Şübhəsiz bu yəni qarşılıqlı orada həm investisiya qoyuluşu, digər tərəfdən texnologiyaların ora yerləşdirilməsi, bunlar hamısı Amerikanın demək olar ki, aktivləridir. Və Amerika Birləşmiş Ştatlarına indi qətiyyən lazım deyir ki, onlar Çin Xalq Respublikası ilə müharibə müstəvidə çıxsınlar. Yox, eyni onlar şey Çin üçün də demək olar. Yəni bəli, reversdə də demək olar bu məsələdə və ona görə də bunlar həm də anlayırlar ki, bunlarla yanaşı hələ Avropa İttifaqı var, Rusiya var və həm də belə deyək, qlobal cənub məsələsi Hindistan var. məsələsi də var. Əlbəttə ki, yəni fakt olaraq bəli. İndi biz bir-birimizlə danışırıq, bizi heç kəs eşitməz, bizə dəxli yoxdur. Bunlar belə deyə bilməzlər. Yəni faktiki olaraq bunlar həm də o siyasi etiketi gözləməlidirlər ki... Bir də Britaniyanı unutmayaq. Təbii, Britaniya öz yerində. Yəni Avropa İttifaqı bir, amma Britaniyanın da öz oyunu var bu ölkələrin hamısı. Elə Çinin özündə də bağışlayın. Mən indiyəcən də elə bank sektorunda mən deyərdim ki, aparıcı sözü deyən elə Britaniyadır. Faktiki olaraq onların orada avarları var. Çox danışdım, digər təsvirlə bəli, yəni bu uzun illərin artıq hasil etdiyi bir nəticədir. Odur ki, faktiki olaraq indi bax bu digər oyunçular ki, indi hal-hazırda müşahidəçi qismində baxırlar ki, bu iki lider nədən danışdılar və iki dövlətin bundan sonraki münasibətlərində hansı dəyişikliklər baş verəcək və dünya nizamında bu nə vəd edir, bu hələ son deyil. Yəni bu elə üç nöqtədir özünə məxsus.
Və bayaqları mən dedim ki, biz həm İran məsələsinə yaxınlaşacağıq, digər tərəfdən də Azərbaycanın da burada özünün baxışları var bu məsələlərə. Bu bəllidir. Çünki bizim də artıq Burada Avrasiya çox maraqlı məqamlar var. Bəli, maraqlı məqamlar da var və digər tərəfdən də biz də müşahidəçi kimi yox, həm də belə deyək də tam hüquqlu bir oyunçu kimi baxırıq bu məsələlərə. Çünki birincisi özümüzün hasil etdiyimiz nəticələr var. Elə orta dəhlizin özü bilavasitə Azərbaycanın adı ilə bağlıdır. Bizim dövlət başçısı prezidentimizin bu məsələdə çox böyük xidməti var. Bunu bütün o iri oyunçular özləri də etiraf edirlər və nəhayət bizə lazım olan odur ki, biz həmin bu orta dəhlizin üzərindəki qərar tutmuşuq. Burada prinsip etibarilə sabitlik olsun, təhlükəsizlik mexanizmləri daha kəsərli olsun və nəhayət biz bilək ki, faktiki olaraq o güc mərkəzləri artıq nəyə hə deyirlər? Əməkdaşlığa mı, yoxsa latent mübarizəyə? Bax, bu baxımdan mən istərdim ki, indi bayaqları biz Rubionun sözlərini eşitdik. İstəyirsiniz bir də onu biz diqqət yetirək və sonra həmkarlarımızın hazırladığı bir qrafika var, ona da bir nəzər yetirək. Biz Çin tərəfinə açıq şəkildə bildirmişik ki, İrana hər hansı dəstəyin göstərilməsi ABŞ-Çin münasibətlərinə mütləq zərər verəcək. Bu məsələ danışıqlar zamanı mütləq gündəmə gətiriləcək. Bəli, bu İranla bağlı vəziyyət sözün əsl mənasında böhranlıdır və burada bir çıxış yolları tapılmalıdır. Çünki faktiki olaraq birincisi Çin həqiqətən də o özünün kəmər yol layihəsi ilə bağlı heç bir subyekti itirmək istəmir. Dost kimin, tərəfdaş kimin, hətta müttəfiq kimin. Digər tərəfdən də anlayır ki, əgər bəzi hallarda bax bu bölgələrin özündə aramlıq pozulacaqsa, deməli ilk növbədə bu elə Çinin maraqlarına bir zərbə olacaq. Yəni o baxımdan mənə elə gəlir ki, Pekin bax burada son dərəcə prinsipal bir mövqedən çıxış etməlidir. Necə düşünürsünüz? Təbii bu məsələdə Pekinin elə buna qədər də mövqeyi kifayət qədər prinsipial olubdur və bundan sonra da olacaq. Əslində Birləşmiş Ştatların da, Çinin də biri-birlərinin iqtisadi yüksəlişinə töhfələri var. Yəni bunu xüsusi olaraq qeyd etmək lazımdır. Amma bölgədə isə İran və Çin münasibətlərindəki formalaşmış o təcrübə təbii ki, Çinin dayanıqlı iqtisadiyyatının irəliyə aparılmasında çox böyük bir töhfə veribdir. Və burada xüsusi olaraq mən qeyd etmək istəyirəm, məsələn, Çinin Bəndər-Abbas dəniz limanını Körfəzdə onu icarəyə götürməsi, eyni zamanda bir sıra yollar var ki, onlar Çin tərəfindən operatorluq olunur, onlar rəhbərlik eləyirlər bu infrastruktur layihələrinə. Yəni bütün bunlara baxanda düşünmürəm ki, əvvələn iqtisadi bağlara görə, ikincisi isə Çin düzdür kifayət qədər balanslı və təmkinli bir mövqedə dayanır. Hər halda belə deyək, özünə məxsus şərq mədəniyyətini nümayiş etdirərək, amma siyasi məsələlərdə Çinin mövqeyi də bir mənalıdır və o çox gözəl anlayır ki, digər gücləri ya da konkret halda onun rəqibi hesab edilən Birləşmiş Ştatların bölgəyə sıx yaxınlaşması Çinin özünü nəticə etibarilə siyasi zəifləməsinə gətirib çıxara bilər. Yəni unutmamalıyıq ki, Çinin qonşuları həm Yaponiya, həm də ki Cənubi Koreya Birləşmiş Ştatların ən yaxın müttəfiqləridirlər və münasibətlərində kifayət qədər də gərginlik var. Və bu səfər də məhz həmin ölkələr tərəfindən bir mənalı qarşılanmayıb və ciddi etiraz bildirilir və diqqətlə izlənildiyi bildirilir ki, bu səfərdə hansı məsələlər müzakirə olunacaqdır və nəticələr nədən ibarət olacaqdır. Mən Marco Rubio'nun bəyanatında bir nöqtəni eşidə bilmədim. Bundan sonraki yəni söhbət yardımdan gedir, dəstəkdən gedir, yoxsa buna qədər olar? Buna qədər dəstəkləyib. Bundan sonraki sözünü işlətmir. Odur ki, əgər yəni İrana buna qədər ifadəsi varsa, bu o deməkdir ki, gələcəklə bağlı artıq bu öz əslində həm keçmişə referans var, həm Sevinç xanım, həm günümüzə, həm də gələcəyə. İki də var əslində, çox açıq buraxılır. Bilirsinizmi, bəyanatın özünün də səsləndirilməsində bir qeyri-müəyyənlik mən hiss edirəm. Yəni, bununla nə demək istəyir onu... Yəni, İrana açıq şəkildə özləri də bunu bəyan edirdilər, yadınızdadırsa, müharibə dönəmindəki Çin və Rusiya İrana dəstək göstərir. Yəni, 2025-ci il iyun 12 günlük müharibə dönəmində bu kömək və bu dəstək haqqında onlar danışmırlar. Həqiqətən də İranın zəif çıxdığını o zaman
bəyan etdilər. Baxmayaraq ki, müəyyən mənada, yəni kim qalib gəldi, kim qalib gəlmədi və yaxud da ki, kim üstünlük qazandı, kim üstünlük qazanmadı deyilən skeptisizm var idi. Yəni hələ Dünya Birliyi özü üçün də müəyyənləşdirilməmişdi ki, məqsəd nə idi, hədəf nə idi və hədəfə çatdılar yoxsa yox. Amma 2026-cı il hücumlarından sonra isə onlar bir mənalı şəkildə bildirdilər ki, İran kifayət qədər hazırlıqlı idi. Çin tərəfindən və Rusiya tərəfindən təchiz olunmuşdu. Hətta onların kəşfiyyat məlumatlarının ötürülməsində də birbaşa olaraq Rusiyanı və Çinin də texnologiyalarını günahlandırdılar. Yəni bundan sonra yəni İran ətrafında hansı proseslər gedəcək? Bəlkə ona işarə vurmaq istəyirlər ki, müharibə davam edəcək və bu müharibədə Çinin yerini müəyyənləşdirmək istəyirlər. Yəni o kimin tərəfində dayanacaq? Burada bir Bu da var əslində. Məncə yəni hər tərəfli ümumi buraxırlar ki, qeyri-müəyyən buraxırlar ki, həm sizin dediyiniz bütün, indi biz burada hamısını deyirik ki, nə demək istəyirik? Qarşı tərəfdə Çinə də əslində o deyirlər ki, yəni xəbərimiz var, keçən dəfə dinlənmədik, amma siz ondan sonra rahat durmadınız, yenə eləyirsiniz, əgər etsəz, bu deməkdir ki, etsəz, o zaman başqa bir şeylər başlayacaq. Yəni bu əslində biraz da məsələnin qarşı tərəflə, baxın, xəbərimiz var amma Nazım müəllim, bilirsiniz, mən üzr istəyirəm, yəni faktiki olaraq biz indi dünyanın doğrudan da böyük dəyişikliklərlə artıq inkişafının şahidi oluruq. Yəni, dünənki belə deyək də, Vietnam bugünkü Vietnam deyil, dünənki, nə bilim, Ukrayna bugünkü Ukrayna deyil, dünənki İran da bugünkü İran deyil, yəni hər şey dəyişilir. Nəyə görə, məsəl üçün, ümumiyyətlə, dünya politoloji məktəbləri hamısı 3-cü dünya terminindən imtihan elədilər və dedilər ki, qlobal şimal var, qlobal cənub var. Çünki faktiki olaraq yeni oyuncular çıxırlar meydana və onların da xüsusi göstəriciləri var ki, onlarla hesablaşmaq lazımdır. İndi Marco Rubio çox söz deyə bilər. Ya, istənilən siyasətçi çox bir vəd verə bilər, xəbərdarlıq edə bilər. Amma bu o demək deyil ki, onun səsləndirdiyi həmin o xəbərdarlıq ünvana çatır və necəsə, belə deyək də, nəzərə alınır. Bəzi şeylər var ki, onlar ümumiyyətlə heç reallaşmır. Yəni, Mən indi onu gözləyək də, çünki məsələn, elədir. Bunu ciddiyə aldıqlarını İran da göstərir. Araqçının Trump'ın səfərindən bir həftə öncə sizinlə danışmışıq məsələni. O getdi artıq Vanı ilə danışdı. Getməyə danışmağı göstərir ki, Tehran da Pekinin necə reaksiya göstərəcəyi ilə bağlı məsələni yerində öyrənmək istəyir. Yəni, Araqçının səfəri bizdə danışmışıq. Onların münasibətlərində hər iki ölkə əgər bir orta məxrəc tapırsa, onların artıq öhdəlikləri olur, onların vədləri olur. Onlar başa düşürlər ki, force major baş verərsə, deməli, Çin nə etməlidir, İran nə etməlidir? Bunlar hamısı aydın məsələlərdir. Amma məsələ, bir digər də bir yanaşma var burada da. Amerika Birləşmiş Ştatlarından Çin Xalq Respublikası, bunlar əzəli rəqib olaraq qalacaqlar. Amma bu rəqabətin fonunda da heç bir tərəf öz müttəfiqlərini itirmək istəmir. Uzatmadan bir cümlə deyim. Ay, sağ ol. İndi bu məsələ nədir? Sevgili xanım sözü qutarsa, yox, Nazım. Yəni, bütövlüklə bu saat Çin ya Pekin Vaşinqtona bel bağlasın. Desin ki, bilsən nə var? Sən dedin ki, bax, gəl biz dost olaq, biz diyalogumuzu, müzakirələrimizi davam etdirək. Mən sənə inanıram. Amma nə dərəcədə bu məntiqlidir ki, məsəl üçün, Xi Jinping öz müttəfiqindən imtina eləyəcək, deyəcək ki, bir şey var. Siz gedin burada dayanın biraz, gözləyin bizə. Bəli, Eyni zamanda onu söyləmək istəyirəm ki, bölgədə artıq əsrlərlə formalaşmış münasibətlər sistemi var və onu sındırıb dağıtmaq əslində elə bölgənin öz ölkələri üçün kifayət qədər təhlükəli ola bilər. Bəli, biz bölgədə yeni oyunçular, yeni iqtisadi bazarlar, yeni münasibətlər, həm siyasi bloklaşmalar, eyni zamanda biz burada Türk dövlətləri təşkilatı yaranıb. Yəni bu cür bloklar var. Asiya Sakit Okean Hövzəsi İqtisadi Əməkdaşlıq Şurası var. Sonra Şanxay əməkdaşlığı, yəni bu cür təşkilatlar var və bölgə artıq özü qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etmək məsələsində kifayət qədər irəliyə gedibdir. Və burada digər yad hazırda oyunçunun daxil olması və bu blokları sındırması, oyunçuları öz tərəfinə çəkməsi, bu o qədər də real görünmür. Və mən səfərin mahiyyəti barədə danışmaq istəyirəm ki, bəli, orada biz söylədik, siyasi məsələlər, təbii, geosiyasi məsələlər mütləq şəkildə müzakirə olunubdur, amma iqtisadi amil daha öndədir. Çünki
biz əgər Trampın apardığı özü ilə nümayəndə heyətinin tərkibinə baxsaq, bu bir mənalı şəkildə belə deyək, ən aparıcı iqtisadi transmilli şirkətləri təmsil edən şəxslərdir və birinci şəxslərdir və Trump bunu açıq şəkildə söylədi. Eyni zamanda mən Çinin də qarşılıq göstərdiyini söyləmək istəyirəm ki, elə bu səfər ərəfəsində bildiyiniz kimi 20-21-ci illərdə lisenziyalar verilmişdi ət məhsulları istehsal edən müəssisələrə və onların artıq lisenziyası 2025-ci ilin sonunda bitmişdi, amma onların lisenziyası yenilənmirdi. Bu kifayət qədər böyük aksiyalara malik olan həm Çində, həm də dünya bazarlarında böyük şirkətlərdir və ümumilikdə Çinin mövcud bazarında da 65% paya maliklər. Yəni fikir verin nə qədər böyük kapital payına malik olandır və Çin o lisenziyaları addım ataraq irəliyə və güzəşt göstərərək yenilədi o lisenziyasını və bu səfər ərəfəsində baş vermiş çox önəmli bir addım kimi dəyərləndirilir ümumiyyətlə dünya iqtisadçıları tərəfindən və biz əslində baxsaq, yəni Trumpın ilkin bəyanatlarına da, elə Çinə ayaq qoyduğu anlardan sonraki bəyanatlarına da bu ilk növbədə biz dost kimi baxırıq və əməkdaşlığımızı davam etdirməliyik. Çünki ayrıca mümkün də deyil. Biz əgər baxsaq, elə Birləşmiş Ştatlar düzdür, Avrasiyadan kifayət qədər uzaq bir coğrafiyada yerləşir, amma onların arasındakı mövcud münasibətlər elə hər iki dövlətin öz coğrafiyasında möhkəmlənməsi üçün kifayət qədər əsas yaradıbdır. Bəli, biz bunu qeyd edirik ki, Birləşmiş Ştatlar Çinə texnoloji deməli eksportlar edir və bununla da Çin iqtisadiyyatının möhkəmlənməsinə xidmət göstərir. Amma biz bunu da söyləməliyik ki, əgər Apple şirkəti dünyanın belə deyək, ən öndə gedən və Birləşmiş Ştatların dövlət büdcəsinə daha çox gəlir gətirən şirkətdirsə, bu şirkətin özünün müəssisələrinin kifayət qədər çox bir hissəsi məhz Çində yerləşir. Bəli. Bu, yəni nəticə etibarilə biz indi bunu belə deyək də teoretik fikirləşsək ki, münasibətlər korlanıb, kimin iqtisadiyyatına da daha çox təsir göstərir? Əlbəttə, hər iki tərəfə təsirini göstərəcəkdir. Yəni, burada qarşılıqlı bağlılıqlar var deyə, təbii, onlar həm də bir-birlərindən asıldılar. Və yaxın müddətdə onu qırmaq mümkün deyil. Belə deyək də, qəti qərar verək ki, biz münasibətlərdən artıq imtina edirik, geri çəkilir. Bu alınan iş deyil. Çünki faktiki olaraq həqiqətən də sizin də Apple şirkəti böyük bazardır. Çox saylı Amerika şirkətləri var ki, hamısı. Misal üçün dedim. Bəli, onların belə deyək də müəssisələri orada yerləşir. Detalları orada komplektləşdirmə gedir orada və s. Amma buna baxmayaraq bu iqtisadi qazancdan heç kəs əlbəttə ki, imtina etmək istəmir. Amma digər tərəfdən geosiyasi aləmdə axı yeni konfigurasiyaların qurulması qaçılmazdır. Hansı konfigurasiyalardan söhbət gedir? Regional konfigurasiyalardan söhbətlər gedir. Çünki faktiki olaraq, bəli, biz deyirik dünya böyük dünyadır, amma həm də bir o qədər də böyük deyil ki, deyəsən ki, Çinin, məsəl üçün, Cənubi Amerika əli çatmır, ya Amerika Birləşmiş Ştatlarının Filipinə əli çatmır. Əlləri çatır, amma uzaqdan, distant şəkildə bunlara elə bir variantlar lazımdır ki, bunlar minimum sərfiyyətlə maksimum nəticə əldə etsinlər. Sanmam, siz bayaqdan, mən bilirəm ki, fikriniz var. Siz deyirsiniz ki, dünya belə deyək də, yox, xeyr, Toxunov, elə əslində o Makinderin qlobal dünya modeli anlayışını ortaya gətirəndən sonra, elmə gətirəndən sonra aydın oldu ki, əslində dünya çox kiçikdir, heç də böyük zat deyil. Yəni, dünyanın bu başında baş verən, bu bir tərəfində baş verən hadisə 180 dərəcə əks tərəfdə artıq öz, belə deyək də, rezonans doğurur. Hörmətli Sevil xanım dedi, əslində Sevil xanım belə də gəlin belə danışaq. Ümumiyyətlə istənilən bir siyasətin kökündə iqtisadi maraqlardır. Yəni iqtisadi maraq olmasaydı nə bir siyasət var, nə geosiyasi maraq var, nə ikinci var, nə üçüncü var. Buradan gəlirəm Tofiq müəllim dediniz, o siz dediniz də, elə ikiniz də toxundunuz burada. Tofiq müəllim, bəli, Amerika Birləşmiş Ştatlarının məhz söhbət Çin, indi gəlin belə danışaq da, Çin hansı məntiqlə indi Amerika Birləşmiş Ştatlarının və yaxud da ki, elə Avropanın kimin olsun səmiyyətinə inana bilər? Yaxşı, deyəcək İran deyildi ki, siz orada müqavilə bağlamışdınız nüvə proqramı ilə bağlı. Yəni də o vaxtı 5+1 formatı vardı. 15-ci ildə. Gəldi hakimiyyətə, bəli, gəldi hakimiyyətə onu pozdu. Yəni, təəssüflər olsun ki, dünyanın hələ də, indi pis, yaxşı, hələ də yeganə fövqəl dövləti odur. Artıq çətinliklər güclüdür. Əgər dünyanın fövqəl dövləti belə nümunə sərgiləyirsə bütün dünya, şimdi mənim imzam yoxdur, olub yoxdur imzam, sırdım tulladım, mən belə istəyirəm. Bax,
Çin bunun istəyir Çin olmasın, kim olsun. Buna inanar mı səmiyyət? İkinci bir tərəfdən gəlin baxaq, deyirsiniz. Yaxşı, müttəfiqlər hələ siyasi, hərbi müttəfiqliyi qoyuram qırağa. Ən azı enerji sahəsində, energetika sahəsində müttəfiqlik. Elə deyil. Çin dünyada yeganə dövlət oldu ki, Amerika Birləşmiş Ştatlarının heç bir sanksiyalarına baxmayaraq İrandan neft alışını dayandırmadı. Özü də belə də bəyanat da verdilər ki, Amerika Vaşinqtonun belə deyək də dedikləri tələbləri o bizim üçün göstərici deyil, o bizim üçün meyar deyil. Bu konkret belə də deyilib. İndinin özündə də elədilər və İran energetika sektoruna, Çin hamıdan çox İran energetika sektoruna pul yatızdırıb. İndi gəlin yaxşı, tutaq ki, sabah Çin eşitdi Amerika Birləşmiş Ştatlarının ki, gəlin Fukudi tələsinə düşməyək, ona da aydınlıq gətirəcəm. Hörmətli Nazım müəllim dedi. Görürsünüz Nazım müəllim bayaqdan artıq öz əks hücumunu hazırlayır. Nazım müəllim, mən sizə razıyım, 2011-ci ilin buna nə dəxli var, Alisonun buna nə dəxli var. Hər şey Alison yatmışdı fil qulağında. Amerika Birləşmiş Ştatları 300 ildir Fukudi tələsi ilə hərəkət edir. Bilirsiniz ki, bir dənə böyük şahmat lövhəsini oxuyun da. Nətər, sözdə deyirik, gəl türkmə. Yox, gəl türkmə. Yox, bunu sizə demirəm. Yox, bunu deyən Xi Jinpingdir. Yəni bunu Xi Jinpingdir. Deyir ki, nəzəriyyəni 2011-də gətirdi bu. Hər şey. Amerika Birləşmiş Amerikan terminologiyasıyla danışır da Sayın müəllim. Bu demək ki, sizin dilinizlə danışır. Mən də görün nədir, ki, mən onu şey deyirəm, mən sizə. Siz deyirəm, Alison yatmışdı fil qulağında. 300 ildir ki, Amerika Birləşmiş Ştatları məhz Fukudi tələsi sistemi ilə iş görür dünyada. Geosiyasi maraqlarının yeridir. Ona gələcəm. 300 il yox, 250 il. Hə də 250 il olsun. Yaxşı, indi onu deyəcəm. Siz fikrimi alırsanız. Hə, tutaq ki, Çin razılaşdı ki, yaxşı, bax biz İrandan neft almaq. Və yaxşı, biz bunu kimdən alaq? Rusiyadan almayın, Rusiya sanksiya qoyulur. Yaxşı, kimdən? Gəlin bizdən alın. Yoxsa Amerika, Çinin gözünün qabağında da Avropa İttifaqı nümunəsi. Rusiyadan qazı kəstirdi, nefti kəstirdi. Neyinin? Gəlin indi 3 qat bizdən alın. Bizdən alın. Qut bahasını. Hə. Yaxşı, Çinin ağlı itirib ki, ağlını itirib ki, Çin buna gedir. Söhbət nədən gedir? Sözdə hər şey demək olar. Amma təəssüflər olsun ki, dünyanın fövqəl dövlətləri, böyük dövlətləri, yeri elə hərəkətləri ilə ki, onların özünə inam qalmır. Siz deyirsiniz, Toğman, nəyə görə qlobal zərb çıxdı ortaya? Ona görə çıxdı ki, şimdi daha sizin nə qədər yalanlarınıza biz inanaraq sonra gəlib təliyə düşək. Yox, birisi yox, məsuliyyəti boyunlarına götürürlər. Amma işə gəldikdə nəticə verə bilmirlər. Ona görə də xırda dövlətlər, orta güclü dövlətləri anlayırlar ki, bilirsiniz, artıq gərək sükanı öz əlimizdə saxlayaq. Yəni öz müqəddəratımızı onlara verməyək. Gəlin belə danışaq da, son bax elə bu səfərə qədər. Mən bunu dəfələrlə bu stüdiyada demişəm. Amerika Birləşmiş Ştatları nədir? Dayanın, qoyun İranla, qoyun Rusiyanla haqq hesabı çörədə hələ gör sizin başınızdan onu gətirir. Çinə. Bunu dəfələrlə deyiblər də. İndi sən otmusan, gəlin Fukudi tələsinə. İndi Amerika deyir, indi ona görə deyir bunu. Xi Jinping. Yaxşı, gəlin baxaq. Amerika Birləşmiş Ştatları 90 hələ 2-ci ildə mən o məqaləni oxudum. 92-ci o mən analitik belə deyək də arayış oxudum. Amerika Birləşmiş Rand Corporation yazmışdı onu. 1992-ci ildə SSR-ni dağıtdılar, Çinlə bacara bilmədilər. Amma Çin ideoloji ehkamı saxladı, amma iqtisadiyyatda azadlıq yaratdı. Təsəvvür edin, Çini bilirsiniz nədir günahlandırır? Amerika Birləşmiş Rand Corporation. Çin özünün iqtisadi inkişafını qəsdən belə deyək də az göstərir ki, güya ki illik artım yoxdur iqtisadiyyatda. Ki birdən biz artıq şübhələnib başlayarıq ona qarşı siyasət yapaq. Çünki özləri açıq şəkildə deyirlər ki, bilirsiniz ki, nə yazır ha kişi? Amerika Birləşmiş Ştatları Avrasiya məkanında istər bir dövlətin və yaxud da dövlətlər birliyinin güclənməsinə heç vaxt imkan verməməlidir. Ona görə ki, bu mütləq anti-Amerikan xarakterli bir qurum olacaq, güc olacaq. Bu Fukudi tələsi deyil bənədir. Bir dəqiqə. Yəni Amerika Birləşmiş Ştatlarının bütün geosiyasəti bunun üzərində qurulur. Bir də Ukrayna müharibəsi nədən qaynaqlandı? Ukrayna müharibəsi ondan qaynaqlandı ki, Rusiyanı zəiflətsinlər. Tofiq müəllim, və məsələ bundadır ki, indi Ukrayna zəminində gedən müharibə Rusiya ilə Qərb arasındadır. Amerika güya bunda iştirak edəmir. Amma əslində Amerikanın orada birbaşa əli var. Çox istəyirəm, Nazım müəllim, mənim iradım sizə deyil, Allah eləməz. Mən siz deyirəm, Alisonu gətirirsiniz ki, o 2011-də gətirdi. Bilirsiniz niyə gətirdi, çıxartdı 2011-də bunu. Üzr istəyirəm, artıq çətin vəziyyətə düşdülər. Yeri gəlmişəm, bilirsiniz, Amerika Birləşmiş Ştatlarının ümumiyyətlə siyasəti necədir? İndi bilmirəm, geosiyasi baxımdan onlar çox əla verirlər. Bu geosiyasət elmi ağalıqdır, dünya hökmranlığı. Burada dost, qardaş anlayışı yoxdur.
maraqlar var, müttəfiqlər var. O da necə situativ müttəfiqlər var, strateji müttəfiqlər var. Bu niyə görə? Gəlin baxın. 1993-cü ildə, 90-cı illərdə də Fransa o üzrəm Samuel Huntington'ın sivilizasiyaların toqquşması nəzəriyyəsi çıxdı ortaya. Bu sifariş idi də. Cəfəng bir şeydir də o da. Yox, cəfəng yox, Tofiq müəllim. Bu cəfəng deyil, onlar üçün cəfəng deyil, bu dünyanı buna hazırlayıb, buna sürükləməkdir. Mən Sahil müəllimin suallarına Əməkdaşlıq, siz niyə əməkdaşlıqdan danışmırsınız, inteqrasiyadan danışmırsınız, toqquşmadan danışırsınız? Ya da ki, Francis Fukuyama ki, yazdı. Fukuyama nə demişdi? Fukuyama deyirdi ki, bir dəqiqə, soyuq müharibə bitdi. Ki, sözün əsl mənasında cəfəngiyatdır. O yerdəki dövlət var ki, o siyasət nətər olmaya bilər? Dövlət anlayışına idi ki, o siyasət silinə bilməz axı bu. Samuel Huntington'un da sivilizasiyalar arası münaqişələrin olması bu cəfəng bir fikirdir. Biz nəyə görə? Bir dəqiqə. Çünki sivilizasiyalar, bunlar subyektlər deyil. Bunlar nəzəriyyələrdir, bunlar fəlsəfi yanaşmalardır. Toqquşmalar ancaq subyektlər arasında olur. Yox, indi o sübut eləməyə çalışırdı ki, artıq sivilizasiyalar toqquşur. Yox, bizə də axırıncı cümləm, sizin sözünüz olmasın. Nazım müəllim, söhbət sizin nəzəriyyədir. Mən bir şey görmüşəm ki, Amerika Birləşmiş Ştatları, orada dərin dövlət var, institutlar işləyir, orada analitik, 6000 analitik mərkəzdir, corporationlar, heritage, bunlar Jamestown, bunlar elə belə deyil ki. İndi Stratfordda odur. Hamısı think tanklərdir də, yəni beyin mərkəzləridir. Onlar hamısı sifariş əsasında bunları qoyurlar ortaya. Sadə lövlər üçün ki, biz niyə uymuşuq, bu fükür tələsinə niyə düşək biz? Gəlin biz qardaş olaq. Ay yaxşı, qardaşlığı siz pozursunuz axı. Siz bizdə qardaş deyil, tam arkada tam başqa görürsünüz axı. Problem burada. Sayın, siz bir qədərində ayaq saxlayın. Gəlin indi Nazım müəllimi dinləyək. Çünki Nazım müəllim bayaqdan sizin argumentlərə zərbə vurmaq istəyir. Amma yeri gəlmişkən mən bir şey də deyim sizə ki, bu dərin dövlət fikri var ha. Məsələn, mən sizə deyim ki, mən onunla razılaşmıram. Dərin dövlət olmaz, dərin hakimiyyət olur. Dövlət bir dənə dövlətdir. Amerika Birləşmiş Ştatları. Onun dərin hakim qüvvələri var. Dövlət bir dövlətdir. Yəqin onu nəzərdə tutmaq istəyir. O düzgün yanaşma deyil də. Elə həmin o klassiklərin dediyi kimi, nə bilim, sivilizasiyaların toqquşması və s. hamısı cəfəng fikirlərdir. Bunlar insanları hardasa əsas məqsədlərdən yayındırmaq üçündür. Ki, onların fikirləri həmişə mücərrəd bir formada inkişaf etsin. Buyurun. Aşağı Siz konkret deyin ki, siz nə ilə razılaşmırsınız və nəyə cavab verirsiniz? Bəli. Razılaşdığımı deyim ki, həm Huntington'ın, həm Fukuyama'nın fikirləri və elə Fukudi tələsi ilə bağlı məsələ də Amerikanın stratejik yönü ilə bağlı ortaya atılan intellektual və stratejik məqsədi olan siyasi planlardır. Silah yox, əsl silahdır o. Yəni, siyasi planlardır. Siyasi planlardır ki, SSR dağıldı, ABŞ üçün yeni qlobal strategiya nə olmalıdır? Huntington üzərindən bir xətt dedi ki, sivilizasiyalar müharibəsi. Fukuyama bunu da inkişaf elətdirir, dedi ki, biz qalib gəlmişik, qalib gəldiyimiz sistemdə hamı bizim qaydalarımıza əməl eləməlidir. Əməl eləməyənlərə də... Üzr istəyirəm, 20 ildən sonra da bəyan elər ki, qələt eləmişəm. İcazə verin də, icazə verin. Onu da dedi. Əməl eləməyənlərə də Huntington'la Fukuyama'nın bu yanaşmaları, ikisinin yanaşmalarının da tətbiqi oldu ki, İraqa hərbi müdaxilə, Əfqanistana hərbi müdaxilə, 11 sentyabr hadisələri filan bu çərçivədə. Yəni bu intellektual yanaşmalar o istiqamətdə Sahil müəllimə ki, bunlar təsadüfi ortaya çıxmır. Bir, ya Amerikan dövlət mexanizmasının stratejik qərar vericilərinə intellektual bir strategiya lazım olur. Orada deyirlər ki, necə getməliyik? Alimlərə yanaşırlar, think tanklara, onlar bunlara təşrif verirlər ya da bu alimlərin daha əvvəl ortaya qoyduqları yanaşmaları, elmi yanaşmaları strategiya halına çəkdirməyə çalışırlar. Gray Allison'da bu ikisi bir arada var. Həm o bir alim kimi proseslərin hara gedəcəyini görürdü. Ondan qabaqda Brzezinski görürdü, paralellidə Kissinger görürdü. Gördüyü üçün də Kissingeri 100 yaşında təriyə otuzdular ki, get Moskvaya. Yox, Moskvaya yox. Getdi Pekinə. Oradan onu yuxarı səviyyədə qarşıladılar. Daha əvvəl heç Xarici İşlər Nazirinin mamini səviyyəsində də qarşılamamışdılar Amerikan nümayəndələrini ki, bu məsələni dayandır. O sizə dediyimiz o Amerikadakı o dövlət qanadının Çinlə əməkdaşlıq lazımdır, tərsi bizim əleyhimizə işləyər yanaşması ki, bugün siyasətdəki qarşılığı Vance-dir. Yəni siyasətdəki qarşılığı. Trump da ikisini balanslaşdırır. Mark Rubio'ya yanaşması ilə onu balanslaşdıran şeydir. Burada razıyam. Məsələ nədir? Burada Sevil xanımdan ayrıldığımız, sizinlə ayrıldığımız, bir,
birincisi dövlətlər arası münasibətlər, dövlətlər arası səmimi münasibətlər deyil. Deyil, əlbəttə ki. Bir də Ola da icazə bilməz. verin, bunu Fukudidi tələsi üzərindən izah edəcəm. Niyə? Çünki Fukudidi tələsini ortaya atan adam özü qlobal siyasətdə realizmin dədəsi sayılır. Babası Tutardı da, ulu değildi dədəsi. de, her şey değildi de. Əslində Simpen Fukudidi deyəndə iki şey deyir. Burada 3 dənə məqam var. Bir deyir, biz beynəlxalq münasibətləri ideolojik, siyasi olaraq baxmırıq, realist baxırıq. Fukudidi sizin dədəniz deyib, mən də realist baxırım. Bu bir. İkincisi, mən Graham Allison'un fikrindən razıyam ki, biz dava eləməməliyik, müzakirə etməliyik. 3. Fukudidi Allison həm də onu deyir ki, burada üçüncü məqam budur. Əslində orada çox dərin bir keçmişim var. Sadəcə bayaq uzatmamaq üçün getmədim o hissəsinə. Əslində ikincidə nə deyir? Graham Allison orada deyir ki, biz müzakirəni bərabər şərtlərdə eləməliyik. Yəni, Simpin əslində burada Trump'a deyir ki, mənə qlobal lider mənəm. Mənim dediyim olacaqla gəlmə. Mənə bərabər masaya oturarsansa müzakirə eləyərik. Mən müharibə istəmirəm, amma sən mənə yuxarıdan aşağı baxa bilməyəcəksən. Əgər bu şərtlərdə otursan masaya, oturaq. Sizin alimin dediyi kimi, sizin bəlli strateglərin dediyi kimi. Nazım müəllim, üzr istəyirəm sizdən. Bax, elə məsələ də burasındadır ki, biz deyəndə ki, dünya dəyişilir. Bu o deməkdir ki, səhnəyə yeni oyuncular çıxıblar. Faktiki olaraq onlar da öz mənlikliyini qoruyub saxlaya bilirlər. Öz argumentlərini və niyə biz ömrü boyu deyirdik ki, Avropa İttifaqı ilə biz bərabər hüquqlu səviyyədə danışmaq istəyirik. Siz də yuxarıdan aşağı baxmayın. İndi icazə verin bunu... Yeni dönəmə, Pakistan var burada indi. Baxın, Pakistan özü də indi oyundadır. Bizə müttəfiq olan bir məmləkətdir. İndi icazə verin, mən həmin o dediyiniz fikrinlə bağlı hissəndə deyim. Son 500 ildə bildiyimiz dünya Qərbin qaydalarını qoyduğu, digərlərinin də ona müqavimət göstərdiyi dünya idi. Və sual edən bu tərəfə. İndi o bitir, o zaman bitir. Yəni, Avrosentrik, sonra da Avropa Atlantik Atlantik ya da mərkəzində, Avro-Atlantik. Euro-Atlantik. O sentrizmlər artıq çöküb. İndi Çinlə bu münasibətlər, bu görüşmənin qlobal siyasətdə mərkəzə oturması göstərir ki, və yeni dünya artıq Avro-Atlantik məkanda deyil. Sakit Okean, Asya-Pasifik hövzəsində formalaşır və mən bunu bir dəfə bizim verilişimizdə 2 dəfə də demişəm, bu da 3-cü olsun. Əvvəlki sistem, yəni bundan əvvəlki sistem, Amerikan hegemoniyası və Amerikan sistemi idi. Yeni sistemin adı mən deyirəm, başlanğıcda Amerika-China olacaq. Amerikanın daha belirləyici kimi göründüyü, amma Çinlə hesablaşmağa çalışdığı və 20 sənə sonra biz yəqin ki, ömrü vəfa etsə, China-Amerika, Çinin daha belirləyici oldu. ABŞ-ın daha olduğu bir məsələ. İndi burada bir cümlə ilə burada da bitireyim. Yəni mövzumuza gətirim, o çox teori qaldı. Burada məsələ, Sevil xanım, ya Sahil müəllim, ya da sizinlə məsələdə mənim razılaşmadığım nöqtələrdir. Burada məsələ nədir? Bu mübarizədə əgər Amerikanın dediklərinə təbii ki, Çin inanmır. Çinin dediklərinə də Amerika inanmır. Məsələ real politik müstəvidə çözüləcək. Real politik müstəvidə burada kritik 2 dənə sual var. Mən sual verirəm ki, Amerika İrana görə, Çin İrana görə kafaya müharibə etməyi qoymuş ya da müharibə etməyi özü üçün stratejik maraq sayıran Amerika ilə qabaq-qabağa gələr Çin İrana görə. Mən deyirəm gəlməz. Amma bir Nazım müəllim, bir dəqiqə. Mən sizə bir şey deyim. Birincisi Çin bilirsiniz nəyə görə? Çin həmişə qarşı durmalardan qaçır, toqquşmalardan qorxur. Bilirsiniz nəyə görə? Çünki indiyə qədər Çin hələ heç bir müharibəni udmayıb. Onlar bir dənə bir şey bilirlər ki, strateji təmkinlə ancaq o qalibiyyət qazana bilərlər. Bu bir. 2. Siz mənim dediyimi əslində təsdiqləyirsiniz, Fəxr müəllim. İkincisi, Çinin vazgeçə bilməyəcəyi və ya Amerikanın, hətta Amerika ilə qarşı-qarşıya gələcəyi bir məsələ varmı? Var. Tayvan. Tayvan məsələsində Çin ABŞ-la müharibəyə də gedər. Getməz. Çünki onun üçün bir dəqiqə. Getməz. Bir dəqiqə mən sizə deyim. Çünki artıq Tayvanın parlamentinin sədri durdu, oturdu təyyarəyə, gəldi Pekində Xi Jinpinglə görüşdü. Və Xi Jinping də dedi ki, mən sizə söz verirəm ki, mən sizin adaya gələcəm. Bir dəqiqə, onlar yumşaq güclə Tayvanı götürəcəklər. Amerika Birləşmiş Ştatları hələ köhnə ruhda qalır. Tofiq müəllim, indi mən deyirəm ki, əgər Ukraynada da Yanukoviç var idi. Sonra nə oldu? Var idi, yox. Sonra elə bir vəziyyət yarandı ki, Rusiya müharibə ilə Ukraynaya girmək zorunda qaldı. Yəni, bəzi paralelliklər
şey olur. İndi Tayvanda, bəli razıyam, Tayvanda Çinin yetərincə yumşaq gücünün qüvvətli olduğu Yox, bir bir yapı dənə var. üzr istəyirəm. Ama Bizim icazə verin. İcazə verin mən. Nazim müəllim, icazə verin mən bir bəyanat verim. Bu verilişin sonunda bəyanatdır. Bəli. Bizim sayılı dəqiqələrimiz qalır. 3 dəqiqəmiz qalır. Əgər qalırsa 3 dəqiqəmiz. Mən istəyirəm sonda sözü verim Sevil xanıma. Sevil xanım, siz bilən, bax mən konkret sual verirəm. Əlbəttə ki, burada dollardan izah olmaq, sonra BRICS və ŞOS təşkilatları var. Çin o iki meydanı, platformanı qoyub Amerikaya qurban verə bilər yoxsa yox? Xeyr, heç bir halda. Nəyə görə verməyəcək? Çünki Çin özü liderliyini qoruyub saxlamaq və Avrasiyada hegemon olmaq hədəfləyir. Ona görə də mən düşünmürəm ki, hansısa bir formada. Bugün hətta onların çox ənənəvi salamlaşması da oldu. Trump onu özünə tərəf çəkmək istəyirdi, amma onun dayanışı, duruşu, yəni bu özü də bir simbolik, bəlkə şəxsiyyətin daxilindən gələn tərbiyədir, amma onun siyasətinin eyni zamanda Onun siyasi anlamı da var. Bəli. Və həm də Donald Trump da Amerika elitası da establishmenti də gözəl başa düşürlər ki, artıq Avrasiyadan çəkilmə vaxtıdır. Nahaq yerə onlar Qərb yarımkürəsini öz diqqətlərinə götürmürlər. Avrasiya ölkələri subyektlər olaraq güclənib. Əlbəttə ki, Türkiyə var burada, Pakistan var burada, İran özü olsun. Tofiq müəllim. Və Azərbaycan var burada. Mən nəyə görə bayaq dedim ki, bu orta dəhliz. Bu da bizim aktivimizdir. Bu da Azərbaycan rəsmi Təbii. Bakının verdiyi aktivdir dünya birliyinə. Təkcə o deyil, Yo, bizim özür- yaratdığımız mərkəzi- Bəli, o da Və bütün gələcəkdə layihələr, hədəflərimiz enerji layihələri, transferdən nəqliyyatlar. tutulur. Bunlar hamısı bizim aktivlərimizdir və faktiki olaraq yeni dünya yaranır. Sadəcə onu görmək istəməyənlər yanlış fikirlər söyləyirlər. Komponentlər var. Trump, Çin, Xi görüşündən sonra bunun bölgəyə və Azərbaycana təsirlərini də inşallah bir məsləhət olsa bir dənə 10 da Yox, ayrı bir biz veriliş əlbəttə ki- eləyəsiz. Orada daha geniş başa Mən təəssüf edirəm. Əlbəttə, bax, son günlər ərzində biz hətta Prezident İlham Əliyevin Zəngilanada çıxışlarını gördük və orada bir fikir işlətdi bizim dövlət başçımız. Dedi ki, yeganə rayondur ki, bunun 2 dənə xarici dövlətlə məntəqə keçid məntəqəsi yaranır artıq. Yəni, bu artıq demək olar ki, Azərbaycanın daxilində bir yeni hub yaranır və biz yalnız və yalnız bir şeyin marağındayıq ki, dünya artıq zəlzələlərdən qorunsun, yəni geosiyasi zəlzələlərdən. Çünki bizə sabitlik, təhlükəsizlik lazımdır ki, biz o dinc layihələrimizi sonluğa çatdıra bilək. Məntiqi sonluqdan söhbət gedir. Və təbii ki, bu həm də Çin xalqına aiddir, Amerikanlara aiddir, bütün dünyada yaşayan normal insanlara aiddir. Yalnız burada o başı pozuqlar deyirlər ki, müharibə. Bu da onların bəlasıdır. Bu qədər. Çox sağ olun. Mən minnətdaram iştirakınıza görə və eləcə də tamaşaçılarımıza minnətdaram ki, bizim bugünkü bu çılğın müzakirəmizə diqqət yetirirlər. Çox sağ olun. Efirdə görüşənədir.